Məsihin adı ilə hər birinizi salamlayıram. Bir daha xoş gördük. Əziz bacılar və qardaşlar. Qardaşımız müqəddəs yazıdan oxuyanda çox gözəl fikirlərə toxundu. Həqiqətən də biz imanlılar olaraq hər bir vəziyyətdə, hər bir şəraitdə Allaha şükür etməliyik. Bu, Məsih İsa'da olan bizlər üçün Allahın iradəsidir. Çünki müqəddəs yazı deyir ki, bizə sadəcə Məsihə iman etmək deyil, onunla birlikdə deyir, kəlam deyir ki, əzab çəkmək üstünlüyü də ehsan olunub Allah tərəfindən. Və o çox maraqlı fikir həqiqətən də. Sadəcə iman elədik, xilas olduq yox. Amma yazılıb ki, onunla birlikdə o iman yolunda əzab çəkmək üstünlüyü bizə Allah tərəfindən verilib ki, o çətinliklərdən də biz keçək. Ona görə, ümumiyyətlə, nəyə görə bunu deyirəm? Bu fikirlər haqqında olacaq mövzu. Müqəddəs yazıda Mattanın müjdəsi, Mattanın nəql etdiyi müjdə 10-cu fəsildə İsa Məsih şagirdlərə bu haqqda danışır. 10-cu fəsildə gedir söhbət. İstəyirəm ki, müqəddəs yazını açasınız. Mattanın nəql etdiyi müjdə 10-cu fəsil. Ee, 16-cı ayədən 25-ci ayəyə qədər şagirdlərin çəkəcəyi sıxıntılar. Məsih bu haqda şagirdlərə məlumat verir. Gəlin birlikdə oxuyaq müqəddəs yazını. 10-cu fəsil, 16-cı ayədən 25-ci ayəyə kimi. Şagirdlərin sıxıntıları. Budur, sizi qurdlar arasında quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək. Sinagoglarında qamçılayacaqlar. Onlara və millətlərə şəhadət etmək üçün siz mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək. Çünki danışan siz yox, sizdə danışan atanızın ruhudur. Qardaş qardaşı ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm. Siz İsrail şəhərlərini dolaşıb qurtarmamış bəşər oğlu gələcək. Şagird müəllimindən, qul da ağasından üstün deyil. Şagirdin öz müəllimi kimi, qulun isə öz ağası kimi olması kifayətdir. Əgər ev sahibinə Baal-Zeul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər? Amin. Bu Rəbbin kəlamıdır. Biz oxuduğumuz ayələrdə nə görürük? İmanların həyatlarında olan çətinliklərdən danışır. İsa Məsih 12 şagird təyin edir və onlara çəkəcəyi sıxıntılar haqqında danışır. Ümumiyyətlə, birinci ayədən oxuyanda biz nə görürük? Məsih deyir ki, mən sizi deyir, qurdlar arasında quzular kimi göndərirəm. Ümumiyyətlə, müqəddəs kitabda Yəhyanın müjdəsində biz görürük ki, Məsih deyir ki, mən sizi dünyadan çağırmışam və sizi dünyaya göndərirəm. Və dünyayı necə göndərir? Yazılıb ki, sizi quzular kimi qurdlar arasında göndərirəm. Biz indi bunu biraz fikirləşsək, qurdlar quzular arasında nə cür olur? Ümumiyyətlə, mənim uşaqlıq vaxtlarımda mənə yadıma düşür ki, düzdür, mən qurd sürüsünü görməmişəm, amma belə deyək də, qoyun sürüsündə tək qurd olanda nə olduğunu məncə məlumatımız var bunun haqqında. Ümumiyyətlə, əgər qoyun ağılına, quzu ağılına tək olaraq qurd girirsə, qurd girib oradan birini götürüb gedmir. O başlayır birbaşdan hamısını boğmağa. Boğur, hamısını məhv edir, sonra özünə lazım olan qədər birini və yaxud ikisini götürüb gedəcək. İndi biz təsəvvür eləyək ki, bir qurd deyil, qurd sürüsüdür. Kəlam deyir ki, mən sizi qurdun yanına yox, qurdların arasına göndərirəm deyir. İndi biz nə cür həyat yaşamalıyıq? İmanlar nə cür vəziyyətdə olmalıdır ki, o qurdların arasında quzu kimi sən yaşayasan. Kəlam deyir ki, ona görə deyir, ilan kimi müdrik və göyərçin kimi məsum olun. Rəbb bizə deyir ki, biz müdrik olmalıyıq və məsum olmalıyıq. Ümumiyyətlə, ilanın
baxsaq, biz ilana baxsaq, ilanda nə görürük? İlan hər hansı bir təhlükəni hiss edəndə nə edir? O başlayır ki, hazır olub təhlükəyə öz müqavimətini göstərməyə. Yəni biz pis tərəfdən yox, biz yaxşı tərəfdən hazır olmalıyıq ki, elə bir vəziyyətlə qarşılaşanda müdrik insanlar kimi rəftar eləyək. Digər tərəfdən də göyərçin kimi məsum olmaq, yəni sadə, belə deyək də, yumşaq. Müqəddəs yazı deyir ki, Qaniflərə məktubda belə bir fikir var ki, pisliyə münasibətdə körpə olun deyir, amma əqlən də yetkin olun, yəni müdrik olun. Pis şeylərdə biz uşaq kimi olmalıyıq. Nəyə görə? Ona görə ki, biz görürük ki, uşağın həyatında nəsə pislik olanda, biz ona kobud olanda, ola bilsin ona pis olur. Amma biraz vaxt keçəndən sonra görürük ki, təzədən gəlir, yenə də sevgi, xoş münasibət bəsləyir. Rəbb ona görə də bizə deyir ki, siz də bu pisliyə münasibətdə körpə olun. Çünki bizim həyatda o çətinliklər, o sıxıntılar var, olacaq. Məsih bunu həvarilərə deyirsə, bu sadəcə həvarilərə aid deyil. Bu, dünyada yaşayan hər bir imanlının həyatında olur. Dünya çünki bizi sıxır, dünya bizə çətinliklər yaradır. Ümumiyyətlə, biz imanlı insanın həyatındakı mənzərəyə baxsaq, biz bilirik ki, Rəbb tərəfindən bizə mərhəmət var, mərhəmət edilir. Amma dünya bizə mərhəmət eləmir. Dünya bizi qəbul eləmir, dünya bizə mərhəmət eləmir. Dünya bizə təklif edir, ya sən imanını inkar eləməlisən, ya da ölməlisən. Bizə mərhəmət göstərmir dünya. Çünki biz bir çox şəhadətlərə qulaq asırıq, bir çox şəhadətləri oxuyuruq kitablardan. Mən əminəm ki, siz də oxuyursunuz, bu var. Ona görə bu günləri bir insanın həyatı haqqında biraz bu mövzuya aid bir hekayə var, əhvalat. Bu olmuş bir hadisədir, bu yəni sadəcə olan hekayə deyil. Bu hardasa 1950-ci illərdə baş vermiş bir pastorun həyatında olmuş hadisədir. Ola bilsin siz eşitmişsiniz və yaxud da oxumusunuz. Richard adında bir pastor və onun ailəsi haqqında olan bir şəhadətdir və bu doğru şəhadətdir. Pastor Richard öz həyatında Məsihə görə çoxlu əzablardan keçib. Nəinki çoxlu əzablardan keçib, o 14 ilini həbsxanada keçirib. 14 ilini, öz həyatının 14 ilini həbsxanada olub. Və həbsxanada olduğu hər gün o insan döyülüb, İsa'nın adına görə. Biri var ki, həftədə bir dəfə, ildə bir dəfə, 2 dəfə, 14 il hər gün bu insan döyülüb. Nədir ki, sən Məsihə dua edirsən, Məsihə iman edirsən, Məsihin kəlamını bölüşürsən. Bundan ötürü o insan hər gün döyülüb. Yəni ki, bu döyülmək adi bir döyülmək deyil. Həqiqətən də çox əzablı, istirablı o həyat yaşayıb o müddət ərzində. Ona görə də burada belə bir fikir var ki, həqiqətən də Komünist Partiyası o vaxtı öz hakimiyyətini bərqərar edir və onlar məsihçiliyə qarşı gedirdilər. Ona görə də Pastor Richard kommunistlər tərəfindən çoxlu istirablara, çoxlu müqavimətlərlə üzləşib. O müddət ərzində həqiqətən də nəinki o, hətta onun həyat yoldaşı belə qadın olaraq o da döyülərkən, döyülüb dəfələrlə, çoxlu əzablar verib, çoxlu belə də işgəncələrə məruz qalıblar Məsihə görə. Biz müqəddəs yazını oxuyanda, düzdür, burada həvarilərin əzabları haqqında, çətinlikləri haqqında və yaxud da onların Məsih uğrunda öz canları qurban vermək haqqında yazılmayıb. Biz bilirik ki, Yahyanın qardaşı Yaqubu həvarilərin işlərində vurğulayır ki, edam olunub o, qılıncdan keçirib. Amma digər həvarilərin həyatı haqqında məlumat yoxdur, amma belə tarixi faktlara nəzər salsa, bircə həvari Yahya öz əcəli ilə ölüb. Qalan digər həvarilər Məsihin adına görə həlak olublar. Kimisi çarmıxa çəkilib, kimisi nə bilim xaç şəklində digər çarmıq, Məsihin çarmıxı yox, ona bənzər başqa xaç şəklində olan çarmıqda əzab çəkib, digəri qılıncla olub, eləsi var ki, elə həvari var ki, onun dərisi soyularaq o edam olunub. Yəni ki, bunlar biz danışırıq, müqəddəs kitabda hər hansı bir vəziyyətləri biz oxuyuruq, bizim üçün adi gəlir. Bizim həyatımızda elə çətinliklər yoxdur, ola bilsin. Amma müqəddəs yazı deyir ki, kəlam deyir ki, bizim həyatımızda bu çətinliklər olmalıdır. Ola bilsin o tərzdə yox. Ola bilsin kimin döyüldüyü kimi 14 il həbsxanada olur, hər gün döyülmək vəziyyətində yox. Amma bizim həyatımızda da o çətinliklər var. Çünki dünya bizi qəbul eləmir. Dünya bizdən razı deyil, dünya bizi istəmir. Dünya bizi sevmir. İsa Məsih deyir ki, dünya sizi sevsə, siz dünyadan olsaydınız, dünya sizi sevərdi. Amma biz dünyadan deyilik. Məsih deyir ki, mən sizi dünyadan seçmişəm.
Amma dünyayı göndərir ki, nəyə görə? Biz Məsihin ehtişamını əks etdirmək üçün, Məsihin nurunu, Məsihin həqiqətini insanlara, dünyaya bəyan eləmək üçün. Dünya da bundan razı deyil, dünya bunu qəbul etmək istəmir. Və ona görə kəlam nə deyir? Deyir ki, sizin həyatınızda bu çətinliklər olacaq. Hətta burada yazılıb ki, insanlardan özünüzü gözləyin. Nəyə görə? Çünki insan günahkar bir insandır. Haradasa sənə yoldaşlıq eləyə bilər, haradasa səndən dost kimi görünə bilər. Amma nə vaxt insan tanınır, çətin vəziyyətə düşəndə. O sənin yanında olur ya yox. Görün nə deyir? Deyir ki, onlar deyir, sizi məhkəmələrə çəkəcək, sinagoglarda qamçılayacaqlar. Mənə görə deyir, siz millətlərin və valilərin, padşahların hüzuruna aparacaq. Kimlər aparır? Biz Məsihin həyatına nəzər salsaq, Məsihi kim Pilatın və yaxud da digər padşah Herodun qabağına apardı, ona təqdim elədi ki, bu ölümə layiqdir. İnsanlar, özdə Allahın kəlamını oxuyan din alimləri, ilahiyyatçılar, fariseylər, Allah kəlamını tanıyan, Allah kəlamını bilən insanlar. Kimin əli ilə oldu? İnsanların əli ilə. Ona görə də insanlardan özünüzü gözləmək lazımdır. Nə cür, yəni ki, biz insanlarla nə cür danışmalıyıq? Ona görə bizə deyir ki, müdrik olun və o müdriklikdə elə danışın ki, sizə kimsə deyir, şər atanda, qoy onlar atdığı şəri yalan olduğunu başa düşüb utansın deyir. Buna görə Rəbb bizə nə deyir, nə verib? Müqəddəs söz deyir ki, siz danışanda nəsə cavab layiqli formada və yaxud da lazımlı formada cavab verəcəm deyib fikirləşməyin deyir, qərar götürməyin. Çünki sizdə Allahın ruhu var. Müqəddəs ruh sizə daxilinizdə verib ki, o sizə kömək edici, təsəlli verici bir qüvvədir, Allahın ruhudur. Lazım olanda, vacib olan yerdə deyir, müqəddəs ruh cavab verəcək. Və heç kim deyir, o müqəddəs ruhun qarşısında dayana bilmir. Ona görə də müqəddəs yazı nə deyir bizə? Həqiqətən də bu çətinliklər var. Və kəlam oxuyanda biz görürük ki, qardaş qardaşa, ata övladını deyir, ölümə təslim edəcək. Doğrudandır ki, çox çətin bir belə deyək də, fikirlər var. Ümumiyyətlə, bir çox şəhadətlər var. Mən bir şəhadətə qulaq asmışam. Bu var, Məhəmməd adında bir adam imana gəlir. Səhv eləmirəmsə, Afrika dövlətlərində olan, Afrika ölkəsində. Və ailəsi onun məsihçi olduğunu öyrənəndən sonra onlar ona, atası hətta ona təzyiq göstərməyə başlayır, müxtəlif fikirlərlə, müxtəlif vəziyyətlərlə. Deyir ki, bizim dinimizə ziddir, bizim əqidəmizə, bizim adətlərimizə ziddir bu. Sən bundan imtina eləməlisən. Amma oğlu deyir ki, yox, ata deyir, mən bundan imtina eləyə bilmərəm. Çünki mən bunda rahatlıq tapıram, mən bunda xilasa nail olmuşam, mən bunda təsəlli alıram. Və bu vəziyyətlərdən sonra atası başa düşür ki, oğlu bu imanından inkar eləmək fikrində deyil. Və ona başlayır ağır çətinliklərə salmağa öz oğluna, çoxlu sıxıntılar verməyə. Hətta bir dəfə onu oxla vurur, nizə ilə vurur, o ölmür. Görür ki, o ölməyib, təzədən başlayır ona, belə deyək, biraz güclü, qoldan qüvvətli olan igid adamlar yığır, bir 3-4 nəfər yanına. Əlində də o, nətəlim, qılınc deyil, qılınca bənzər o iti alətlərdir. Qorxudur onu ki, imanı inkar eləsin. Görür ki, yenə də inkar eləmir. Ona görə belə bir balaca bir kasada gətirir, deyir ki, əgər inkar eləmirsənsə, sən bu zəhər, kasada zəhər gətirir. Deyir ki, sən bunu içməlisən. Ya sən imtina eləməlisən İsa'dan, ya da sən ölməlisən. Sən buna layiqsən. Sən bizim ailə üzvümüz ola bilməzsən. Və onu sıxışdırırlar, oğlan məcbur olur ki, o kasada olan zəhəri içsin və o kasanı qaldırıb əlində. Deyir ki, İsa, mən bunu sənə görə içirəm. Hamısını içir. Amma yenə də o oğlan ölmür. Rəbb ona kömək olur, vəziyyətlərdən çıxardır və o yaşayır. O sonradan öz imanı haqqında şəhadət edəndə həqiqətən də çox dəhşətli bir mənzərə yaşanır orada. O həqiqətən də imanda möhkəm qalır. O sıxıntılara baxmayır. Çünki müqəddəs yazı nə deyir? Burada görün, 22-ci ayədə yazılıb ki, Məsih deyir ki, mənim adıma görə deyir, hamı sizə nifrət edəcək, hamı. Biri var dünya, biri var ki, öz ailən, öz yaxınların, qardaş, bacı, atan, anan, təsəvvür edirsiniz, kəlam deyir ki, hətta onlar sizdən imtina edəcəklər. Və görün nədir? Amma axıracan dözən xilas olacaq. Ümumiyyətlə, müqəddəs yazı bizə vurğulayır ki, bizə xəbərdarlıq edir ki, əvvəl insanı xilas eləmir, axır insanı xilas edir.
Nəyə görə? Çünki bizim imanımız sınaqdan keçməlidir. Bizim imanımız sınaqdan keçəndən sonra bəlli olur. Sınaq ümumiyyətlə nədir? Kəlamı oxuyanda biz başa düşməliyik ki, sınaq sanki bir oddan keçirik biz, alovdan keçirik. Ona görə də bəzən imanlının həyatını qızılla, gümüşlə müqəddəs yazı müqayisə eləyir. Necə ki, o qızıl gümüş alovdan keçir, nə qədər çox alova salsan, o qədər daha çox təmizlənir. Bizim həyatımız da sanki o oddan keçir, bizim həyatımızda olan nöqsansızlar, o hansı ki imana təsir edən mənfi tərəflərimiz yanır o sıxıntılarda, o çətinliklərdə. Və biz istər-istəməz o dünyanın ehtiraslarından, cismani təbiətin arzu istəklərindən ikrah edirik. Və onda bizim imanımız nə baş verir? Mükəmməlləşir, kamilləşir iman. Və onda biz o xilasa nail ola bilirik. Və İsa Məsih burada gözəl fikirlər söyləyir. Yəhyanın müjdəsi 15-ci fəsil 20-ci ayədə belə bir ayə var. İstəyirəm onu oxuyum. 20-21-ci ayələr. Görün nədir? Mənim sizə söylədiyim sözü yadınıza salın. İsa Məsih şagirdlərə dəfələrlə dediyi sözü təkrarkən onların yadına salır. Əgər məni təqib etdilərsə, sizi də təqib edəcəklər. Yəni İsa Məsih deyir ki, məni təqib ediblərsə, biz görürük ki, İsa Məsih təqib edirdi fariseylər, ilahiyyatçılar. Məsih burada danışırdı, onu sıxışdırırdılar, buradan çıxırdı, digər əraziyə gedirdi, orada insanlarla danışırdı, sıxışdırırdı, məbədə gelirdi, danışırdı, orada sıxışdırırdı onu. Qəbul eləmirdi insanlar, qəbul etmək istəmirdilər onlar onu. Mənim sözümə riayət etdilərsə, sizin də sözünə riayət edəcəklər. Lakin bunların hamısını sizə mənim adıma görə edəcəklər. Çünki məni göndərəni tanımırlar. Yəni, hər nə edirsə bizim həyatımızda. Məsih deyir ki, sizə nə edirlərsə, sizdən qabaq mənə edilmiş olur o. Həyatımızda olur bu sıxıntılar, dünyanın sıxıntıları, dünyada olan çətinliklər və vurnuxmalar bizim həyatımızda ola bilər. Müxtəlif cür, bilmirəm indi kimin həyatında nə cür baş verirsə, müxtəlif vəziyyətlər ola bilər. İmanlılar var, diri-diri yandırılıb, imanlılar var, çarmıxa çəkilib, imanlılar var, dar ağacdan asılıb. İmanlılar var, şəm kimi yandırıblar. Həqiqətən də imanlılar var, yırtıcı heyvanların qabağına atıblar, diri-diri onları parçalasınlar. Məsələn, Daniel Peyğəmbərin həyatına baxsaq, biz müqəddəs yazıda vurğulanır. Amma Rəbb elə deyib ki, o şirlər olan quyuya atıb Danieli. Bütün gecə Daniel o şirlərlə bir quyuda olub. Amma Rəbb o şirlərin ağzını bağlayıb. Heç onun üstünə cümmayıbdı o şirlər. Və səhər durub padşah Danieli çağıranda Daniel cavab verir. Deyir ki, mən sağ-salamatam, mənim vəziyyətim yaxşıdır. Çünki mənim Allahım məni qoruyub. Mənim Allahım mənimlədir. Ona görə baxmayaraq ki, bizim də həyatımızda o çətinliklər, o sıxıntılar var. Amma biz bilməliyik ki, hansı vəziyyət olursa olsun, fərqi yoxdur. Rəbb deyir ki, mən sizi heç vaxt yetim qoymaram. Rəbb bizləndir. O sıxıntılarda Rəbb bizlə gedir. Biz elə fikirləşməyək ki, o sıxıntılardan biz öz gücümüzlə gedirik. Yox. Kəlam deyir ki, bizə müqəddəs ruh verilib. Müqəddəs ruh bizləndir. Müqəddəs ruh bizi o vəziyyətdən aparır. Müqəddəs ruh bizi o vəziyyətdən çıxarır. Biz ona görə Rəbbə hər vəziyyətdə şükür etməliyik. Biz hər vəziyyətdə, düzdür, bu çətindir. Kəlam deyir ki, həyatınızda belə çətinliklər olanda sevinin. Amma o vəziyyətdə olanda sevinmək insan üçün çox çətin gəlir. Amma Rəbb nə deyir? Bunu bir sevinç kimi qəbul edin. Bu olmalıdır sizin həyatınızda. Bu bizim imanımızın sınaqdan keçməsidir. Bizim imanımızın mükəmməl olması üçün lazım olan fikirlərdir, həqiqətlərdir. Çünki Rəbb deyir ki, o əzab çəkmək üstünlüyü, bir dediyim kimi, bizə Allah tərəfindən ehsan olunub, verilib o. Biz baxanda müqəddəs kitabda olan qəhrəmanların həyatına baxsaq da həmən şeydir. Məsələn, İbrahim Peyğəmbər, məsələn, Musa Peyğəmbər, məsələn, İlyas Peyğəmbər təqib olunub olardı. Onlar da müxtəlif vəziyyətlərdə dünyanın sıxıntıları ilə üzləşiblər. İndi bir-bir sadalasaq bizim məncə vaxtımız çatmaz onlara. Davud, halbuki padşah idi. Bütün dünyanın hökmdarları ondan qorxurdu. Elə bir vəziyyətə gəlir ki, oğlu ona qarşı çıxır. Durub öz yanında olan bir-iki nəfər yığıb çıxır ölkədən ki, oğlu ilə düşmənçilik aparmasın. Ona görə ki, imanlı qəhrəmanların həyatında bu baş veribsə, biz kimi? Müqəddəs sözdə İsa Məsih deyir ki, əgər ev sahibinə Baal-Zevul dedilərsə,
Yəni ki, İsa Məsih cinləri qovanda, onlara insanları şər ruhlardan təmizləyəndə fariseylər başlayır ki, o deyir, cinlərin başçısı, yəni ki, elə bir büt adı verir ki, Bal-Zevul. Bunun Məsihə deyir, göyləri yaradan, yeri yaradan, hər şey üzərində hakimiyyət sahibi olan, müqəddəs olan insan olaraq gəlib aramızda yaşayır, bizə öz mərhəmətini, öz sevgisini, öz qayğıkeşliyini göstərən hakimiyyət sahibinə əgər belə deyirlərsə, bəs biz günahkar insanlara nə deyəcək insanlar? Dünya bizə nə deyir? Dünya bizə deməyəcək ki, siz müqəddəssiniz, sizə afərin, siz hər şeyi düz edirsiniz. Dünya qəbul eləmir. Dünya öz yalanı ilə Allahın həqiqətini boğmaq istəyir. Amma bu mümkün deyil. Çünki Allahın qarşısında heç bir qüvvə, heç bir müdriklük, heç bir hikmət dayana bilməz. Hər şeydən üstündür Allahın gücü, hər şeydən üstündür Allahın kəlamı. Baxmayaraq ki, dünyada olan vəziyyətlər var, amma müqəddəs ruhla, kəlam vasitəsilə Rəbb bizlə yaşayır. O istəyir ki, biz hər vəziyyətdə dözümlü olaq. Əgər biz bu vəziyyətlərdə dözsək, biz bu vəziyyətdən çıxsaq, biz Allahın mərhəmətinə, Allahın hansı ki bizə lazım olan həqiqətlər var, açılan, o həqiqətlərə, Allahın xeyir dualarına biz nail oluruq. Ona görə də biz öz həyatımıza nəzər salsaq, biz öz həyatımıza baxsaq, deməyək ki, mənim vəziyyətim niyə belədir, niyə mən çətin vəziyyətdə olmalıyam və yaxud da kiminsə həyatı ilə öz həyatımızı müqayisə eləyək, özümüzü ruhdan salmayaq. Biz kəlama baxmalıyıq. Kəlam bizə deyir ki, bizim həyatımızda o çətinliklər olmalıdır, biz o çətinliklərdən keçməliyik və kəlam deyir ki, axıracan dözən xilas olacaq. Ona görə Rəbb qoy bu vəziyyətdə bizə güc versin ki, biz axıracan gedə bilək. Axıracan gedəndən sonra insan xilasa nail olur. Əgər biz yarıdan dönsək, yəni, nə olacaq? İsa Məsih müqəddəs yazıda belə bir məsəl deyir. Qədi bir adam deyir, ev tikməyə başlayırsa, deyir, o başlanmamışdan əvvəlcə oturub götür qoy eləməzmi ki, mən bu evi tikib qutara biləcəmmi? Məndə o vəsait varmı? O imkan varmı mən? Yoxsa əgər deyir, mən evi tikim, gəldim, yarıya çatdım, vəsaitim qutardı, sonra qaldı işim yarımçıq. Deyir, cəmaat buna gülməzmi? Bu tikintidən və yaxud da başqa bir fikirdən gedmir. Burada bizim iman həyatımızdan gedir. Biz imanın, belə deyək də, Məsih qoşa daşı, Məsih bizim təməlimiz olduğu kimi biz onun üzərində inşa edirik nəyisə. Biz doğru inşa edirikmi, düzgün inşa edirikmi və yaxud da axıra qədər inşa edə bilirikmi? Bundan gedir söhbət. Ona görə biz fikirləşməliyik həqiqətən də, biz həyatımızda Məsihin adını daşıyırıqsa, biz necə ki, Həvari Yaqubun məktubunda yazılıb, qərarsız insanlar olmamalıyıq. Biz qərarlı insanlar olmalıyıq və Məsihin həyatında, Məsihçi kimi Məsihin adını daşıyırıqsa və biz qərarlı olmalıyıq ki, həqiqətən də Rəbbin izni ilə mən gedərəm bu yolu. Baxmayaraq ki, bizim həyatımızda hansısa çətinliklər var, hansısa vurnuxmalar var. Mən iman etməliyim və mən ona etibar etməliyim ki, Rəbb mənləndir. Mənim Allahım mənləndir. Çünki müqəddəs yazıda olan qəhrəmanların həyatına baxsaq, məsələn, 3 qardaş var idi Daniel Peyğəmbərin vaxtında. Onları üçü də götürüb atırlar odlu sobaya. Və onlar padşaha bilirsiniz nə deyir? Deyir, padşah sağ olsun deyir, biz sənin bütə əyilməli idilər. Padşah əmr vermişdi ki, böyük bir büt düzəltmişdi. Amma onlar padşaha xəbər çatır ki, bu 3 nəfər onun bütünə əyilmir, bütün millət, bütün vilayətdə olan insanlar əyilir. Onları deyir, çağırır yanına və deyir, sizə xəbərdarlıq edirəm. Əgər mənim bütümə siz istayiş eləmirsinizsə, siz odlu sobaya atılacaq. Və onlar cavab verir ki, biz sənin bütünə əyilməyəcəyik və biz iman edirik ki, bizim Allahımız o sobadan bizi xilas edəcək. Hətta deyir, bizim Allahımız o sobadan bizi xilas etməsə də, biz yanıb kül olsaq da, biz yenə də sənin Allahına, sənin bütünə əyilən deyilik. Və padşah qəzəblənir, o 3 qardaşı atır o sobaya. Və axırda bilirsiniz nə baş verir? Biz orada görürük ki, İsa Məsih onlarla idi. Padşah deyir ki, mən sobaya 3 nəfər atmışam, mən orada 4 nəfər görürəm. Hətta padşah öz dili ilə deyir ki, biri deyir Allah oğullarına bənzəyir. Bütpərəst bir adam öz dili ilə iqrar edir ki, biri Allah oğluna bənzəyir. Məsih öz
övladlarının yanına gəlmişdi. Onları o vəziyyətdə tək qoymamışdı. Və hətta onları od yandırmır. Nəinki yandırmaq, odun hissi olan üstünü qaraltmır. Və ondan sonra padşah fərman verir ki, bütün insanlar, o bütə yox, deyir, bu 3 nəfərin Allahına ibadət edəcək. Və kim ona ibadət etməyəcəksə, o cəzalandırılacaq. Ona görə Rəbbə izzət olsun. Rəbb o qardaşların həyatında olduğu kimi, digər həvarilərin, digər iman qəhrəmanları, peyğəmbərlər və yaxud da digər məsihçilərin həyatında olduğu kimi bizim də həyatımızdadır. Rəbb bizi də tək qoymur. Ona görə biz Rəbbə minnətdar olaq. Gəlin birlikdə bu fikrə əsasən biz dua eləyək ki, biz hansı vəziyyətdə olursa olsun, o vəziyyətdə Rəbdən razı qalmağa və yaxud da Rəbbə minnətdar olmağa, Rəbdən güc alaq. Dua eləyək bunun üçün ki, və biz başa düşək, biz etibar edək özümüzdə Rəbbə ki, o vəziyyətlərdə də Rəbb bizləndir. Amin. Gəlin birlikdə dua eləyək bunun üçün, Rəbbi izzətləndirək öz duamızda.